Bir tədris versiyasının bugünkü dərsində bazamızda malın hərəkətinin yaradılması haqqında danışacağıq. Yəni ki, yığım registrləri haqqında geniş şəkildə məlumat verəcəm. Əvvəlcə malın hərəkəti bizə hansı hallarda lazım ola bilər, onun haqqında danışaq. Diqqət etsəniz, bizim alış qayməmiz var və alış qayməsində biz bu bölmədən artıq bəzi məlumatlar qeyd etmişik. Hətta bu hissədən təkrar olanları mən silirəm ki, sadəcə müəyyən qədər məlumatlarımız qalsın. Və diqqət etsəniz, bu bölmədə mənim sadəcə alıcı, qeyd və müqaviləm var. Amma mən daha geniş olan məlumatları, yəni malın adı, sayı və qiymətinə baxmaq üçün məcburam ki, fəridin adının üzərinə bir-iki dəfə toxunum və məlumatlara ancaq bu sırada baxım. Həmçinin təkrar burada Həsən üçün bu formada daxil olmaq ya digər bir şəxs üçün daxil olmaq bəzi hallarda yorucu ola bilər. Malın hərəkətinin əsas məqsədi isə bizim bu bölmədə verilən məlumatlarımız üçün sıfırdan yeni bir pəncərənin açılmasıdır. Bu məlumatlar artıq əlavə bir bölmədə olacaq, yəni həm alış və həm satış qayməsində olacaq və istədiyimiz kimi rahat şəkildə bunları bir bölmədə görə biləcəyik. Mən satış qayməmə də baxıram. Mənim satış qayməm yoxdur. Bu hissədə bir satış qayməsi əlavə edim ki, məlumat olaraq içərisi boş qalmasın. Həsənin adına yaradaq. Yenidən notebook qeyd edə bilərik. Həsənlə müqaviləmiz yoxdur. Yeni bir müqavilə yaradıram. Həsən notebook. Belə qeyd edirəm adını. Və aşağı hissədə də buradan notebooklardan hər hansı bir seçim edirəm. Məsələn, say 1 ədəd olacaq və qiymətimiz də 1200 və keçirib bağlayıram. Malın hərəkətinin yaradılması üçün buradan çıxış edirik və yığım registrlərinə daxil oluruq. Bu bölmə biraz uzun gələ bilər, amma təkrar etsəniz çətin şəkildə yox, daha asan şəkildə qavraya biləcəksiniz. Yığım registrlərində sağ düymə əlavə edirik və ad olaraq adını yazırıq malın hərəkəti. Malın hərəkəti yaratdıqdan sonra alt sistemlərə daxil olub alış-satışı qeyd edirik və qeyd edicilər bölməsində də qaymələrimizi seçirik. Baxın, əgər sizin alış-satış qaymələriniz və yaxud da soraqçalarınız olmasa, malın hərəkətini yaratmaq da qeyri-mümkün olacaq. Ona görə də burada mütləq diqqət edin ki, öncədən qaymələri yaradın. Yəni, yaratmasanız bu bölmədən istifadə edə bilməyəcəksiniz, onu da vurğulamış olaq. Daha sonra verilənlər pəncərəsinə daxil oluruq, həm ölçü, həm də resurs yaradırıq. Ölçü üçün buradakı plusa toxunuram, yəni əlavə edib adın qeyd edirəm, məhsullar. Məhsullar yazdıqdan sonra tipi olan hissədə soraqçalarımdan məhsullarımı əlavə edirəm. Ki, məhsul adlarım artıq bölməyə daxil olanda qarşıma çıxa bilsin. Daha sonra isə resurslar pəncərəsində sadəcə say və qiymət yazırıq. Say qiymət yazdıqdan sonra bu pəncərəni bağlayıram. Deməli, əsas hissədə malın hərəkəti yazdıq, alt sistemlərdə alış və satışı qeyd etdik, verilənlər pəncərəsində məhsullar və məhsullarımızı əlaqələndirdik, aşağıda say qiymət yazıb heç bir şey seçmədim heç birində və qeyd edicilərdə mütləq amma mütləq qaymələrimi qeyd etdim. Daha sonra bu bölməni bağlayıram və daxil oluram sənədlər pəncərəsində alış qayməmin içərisinə. Alış qayməsində bu bölmədən əməliyyatlar olan hissə var. Əgər sizdə rus dilində, ingilis dilindədirsə, bu hissədən sayaraq əsasən 6-cı bölmədə olan pəncərəni aktiv etməlisiniz və əməliyyatlarda hərəkət konstruktorunun üzərinə bir dəfə toxunursunuz. Və bizə qeyd olaraq verir ki, məsələn, sən registrin tipin mədaxil yoxsa məxaric seçmək istəyirsən. Bunların fərqi nədir? Əgər mən alış qayməsində bir iş görürəmsə, deməli mən mədaxil üzərində iş görməliyəm. Yox, əgər mən satış qayməsində indi bunu seçdikdən sonra seçsəm, artıq mütləq məxaric seçməli olacam. Cədvəl hissəsinə isə mənim yaratdığım artıq məhsullar əlavə olunub və məhsullarımı seçirəm.
Məhsulları seçdikdən sonra sağ tərəfdə malın adı, sayı və qiyməti gəlir. Məhsullar təbii ki də nə olacaq? Malın adı olacaq. Çünki məhsulların malın adında qeyd olunur. Buna görə də mütləq bunu seçməliyik. Sayın qarşısına sayı qeyd edirəm. Qiymətin qarşısına qiyməti qeyd edirəm. Onu da qeyd edim ki, əgər sizin alış qaymənizdə malın adı, sayı, qiyməti yoxdursa, bu pəncərədə əlavə məlumatlar olacaq. Ona görə də çalışın alış qayməsində də mütləq məlumat olaraq bu 3 məlumatı qeyd edin. OK ilə təsdiqləyirik və baxırıq ki, düzgün etmişik və təsdiq gəlir. Daha sonra eyni bölmək üçün satış qayməsinə daxil olub əməliyyatlar, hərəkət konstrukturu, məxaric seçirəm və məhsullarımı təkrar aktiv edirəm. Məhsullar malın adı, yenidən say ilə əlaqələnir, qiymət ilə əlaqələnir və bağlayıram. İşim bitdikdən sonra açıq olan digər bütün pəncərələri bağlayacağım və ən sonda bu yaratdığımız məlumatların bazamızda görünməsi üçün ümumi olan hissəyə daxil olmalısınız. Yəni ki, buradan alt sistemlərimizdə alış-satış bölməsində sıçanın sağ düyməsinə toxunmalıyam və mütləq əmr interfeysini açaraq malın hərəkətini aktiv saxlamalıyıq. Əgər bunu etməsək, yaratdığımız malın hərəkəti bazamızda görünməyəcək. Yəni bunu mütləq etmək lazımdır. Həmçinin satışın üzərində də sağ düymə əmr interfeysini açırıq və malın hərəkətini təkrar aktiv edirik. İşimiz bitdikdən sonra isə bazamızı son bir kəz yeniləyib içərisinə daxil ola bilərik. Diqqət etsəniz, artıq mənim bu bölmədə alış qayməm və malın hərəkəti bu bölmədə gəlir. Lakin içərisi boşdur. Bunun birinci dəfə yaratdıqda içərisi boş olacaq, çünki mən qaymələrimi öncədən əlavə etmişəm. Təbii ki də yeni bir qaymə yaratsanız malın hərəkətinə avtomatik gəlir, amma siz əlinizdə olanların da əlavə olunmasını istəyirsinizsə, o zaman məsələn Həsənin adına daxil olub təkrar bu sarı işarəyə, yəni keçirib bağlama əmrinə toxunmalıyam. Həmçinin bunu digər şəxslər üçün də avtomatik edirik. Hətta satış qayməmdə də qeyd olunan bir şəxsi bölməyə əlavə edirəm. İndi malın hərəkətinə baxsaq, artıq məlumatların burada da olduğunu görəcəyik. Onu da qeyd edim ki, məsələn, mənim burada artıq digər bir, əslində 3 şəxs olmuşdu, lakin malın hərəkəti olan hissəyə biri əlavə olunmuyor. Bunun səbəbi isə məsələn Həsənin adında diqqət etsəz aşağıda heç bir məlumat yoxdur. Amma mən bu məlumatları doldursam yenidən malın hərəkətində 4 şəxsin olduğu qeyd olunacaq. Məhsullar gəlir, saylar, qiymətlər qeyd olunur və sətrin nömrəsi 1 yazılır. Bu sətrin nömrəsi nəyi bildirir? Baxın, bu hissədə bu o deməkdir ki, sadəcə bir məhsul, yəni birinci sətirdə qeyd olunub məhsul. Amma mən buradan məsələn HP qeyd edib 2 yazsam və bir dənəsinin qiymətin məsələn yenidən 1200 qeyd etsəm, artıq bu hissədə 2 yazılmış olacaq. Çünki bu mənim alış qayməmdə olan ikinci məlumatımdır sətr olaraq. Bu formada istədiyiniz məhsulları daha rahat şəkildə görə bilirsiniz, həm də istədiyiniz şəxsə daha rahat şəkildə ötürə bilirsiniz. Plus minuslarda alış və satışla bağlı olduğuna görədir. Yəni biz satış etdikdə məxaric etmiş oluruq. Onun üçün də bu formada qeyd olunur. Mədaxil olduqda isə plus şəklində verilmiş olacaq. Belə.